Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz müsəlman baz qardaşlarım. Bugün yenə Quran-ı Kərimdə Allahın bizlərə fərman etdiyi bir ayəni yenə toxunacağıq. Zariyat surəsi 56-cı ayəsində Allah-u Teala belə buyurur. Estağfirullah. Və mə xaləqtul cinnə vəl insə illə liya'budun. Sadaqallahu azim. Quran-ı Kərimdə, yəni bu ayətdə Allah-u Teala deyir ki, fərman edir ki, mən sizi, yəni mən cinləri, daha doğrusu mən cinləri və insanları yalnız mənə ibadət etsin deyə yaratdım. Bunu yəni necə anlamaq lazımdır? Birinci, buradan bir şey ortaya çıxır ki, Allaha şirk qoşmamalı. Yəni bütün kainatı, bu mükəmməl dərəcədə yaratmış bu vücudumuza baxdığımız zaman, bu kainata baxdığımız zaman həqiqətən yəni bir bu sənətləri yaradan bir sənətkarı görürük və həqiqətən də ibadətə, övgüyə layiq olduğunu görürük. Və Allah da deyir ki, bu boyda şeyləri sənə verdim, sizə verdim, onun qarşılığında mənə ibadət edin. Nəfsinizi, bütləri və digər şeyləri sizə yarar sağlamayacaq, əksinə bəlkə də sizi ziyana soxacaq, əbədi yəni cəhənnəmə sürükləyəcək şeylərə ibadət etməyin, köləlik etməyin. Yalnız mənə ibadət edin ki, qurtuluş yalnız məndədir. Çünki hər şeyin yaradıcısı və hər şeyin maliki, yəni malikül mülk Allahdır. Allah deyir ki, mənə ibadət edin, nəfsinizi və digər şeyləri yəni mənə ortaq qoşmayın. İkinci də buradan yəni başa düşmək lazımdır ki, məsələn Allah deyir ki, yalnız mənə ibadət edin. Ki buradan da belə sual çıxa bilər ki, bəs bu həyatda heç bir şey etməyək, yəni bu həyatda yəni yalnız ibadət, namaz qılmaq və digər ibadətlərə görə mi gəlmişik bu dünyaya? Əslində belə baxdığımız zaman ibadətin yalnız namaz ilə, zəkat ilə, oruc ilə yəni hüdudlaşdırılmamış olduğunu görürük. Ki Allah ibadəti yalnız o belirlənmiş ibadətlərdə deyil də digər bütün həyatımızın hər tərəfinə yaymışdır ibadəti. O ibadətlər məsələn nədir? Deyim. Məsələn yolda bir maniyə insanlar üçün, ya da adi heyvanlar üçün olsun, bir maniyə varsa onu götürüb yolun qırağına qoymaq da bir ibadətdir, Allaha bir ibadətdir. Çünki yaratdıqlarına kömək eləyirsən, ailə ilə halal bir çərçivədə ailə ilə gözəl bir şəkildə vaxt keçirirsənsə, yəni ailəvi ər-arvad gözəl münasibətlər qurursansa, bir-bir hamısının könlünü şad eləyirsənsə, bu da bir Allah üçün ibadətdir. Evladlarını Allah rızası üçün gözəl əxlaq ilə yetişdirmək də bu da bir ibadətdir. Yəni buradan gördüyümüz kimi ibadət yalnız qısıtlı bir namaz, oruc, zəkat ilə sınırlandırmamış Allah. Dahi bütün həyatımızın hər tərəfinə yaymışdır. Bu insana məsələn bir hərf öyrədəndə də bir ibadət olur. Çünki ona oxuma yazmağı öyrədirsən, Quranı öyrədəndə də bir ibadətdir. Yəni yenə də deyirəm, bu Allah-u Teala insanların tabiri caizsə yorulmaması, sıxılmaması üçün o ibadəti bütün hər şeyə yaymışdır. Həm hər şey, yəni adi biz xoşumuza gələn bir işi gördüyümüz zaman təbii ki, halal çərçivədə rıza ilahi məqsədi ilə o işi görəndə həm xoşa gəlir, yəni sevə-sevə edirik və o sevə-sevə etdiyimiz şeylərdən həm savab qazanır, həm də Allah'a ibadət edirik. Yəni ona görə də elhamdülillah Rabbimiz yəni bizlər üçün yəni hər şey vermiş və hər şey bütün tabiri caizsə bütün o komfortu yaratmışdır bizlərə.